yazısı geçsin size. Yok. Katil Sarkisyan! Katil Sarkisyan! Katil Sarkisyan! Farizin kanını alacağız! Farizin kanını alacağız! Farizin kanını alacağız! Farizin kanını alacağız! Ya Karabağ ya ölüm! 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 Aziz doğma həmvətənlərimiz, değerli Ağdam cemaati, aziz Azerbaycan halkı, bugün Beynəlxalq Diaspora Mərkəzi olarak hem Avrupa'dan hem Rusya'dan bizim mərkəzimizin şura üzvləri Ağdamın bu güzel düşesine gelerek məhrum balamız Fariz Bədəlovun yas mərasimində iştirak etməklə bütün dünya ictimaiyyətini Sarkisyan başta olmaqla erməni qatliamlarının Azərbaycan torpaqlarında etdiyi vəhşiliklərə diqqətləri çatdırmaq istəyirik. Millətlər Təşkilatından ki, bu boyda Ermənistanı nəyə görə dəstəkləyirlər? Azərbaycanın torpaqları işğalda. 4 dənə qətnamə qəbul olunub, heç biri icra olunmur. ATƏT-in sərhəd təbzimçiləri her gün bu bölgelere gelip gedirlər ve illərlə bu münaqişə davam etməsinə baxmayaraq Azərbaycan torpaqları işğaldadır. Azərbaycanın uşaqları, qadınları günü-gündən erməni snayperlərə tuş gəlirlər. Bu nə qədər davam edəcəkdir? Biz Azərbaycan diasporçuları və dünyada fəaliyyət göstərən bütün diaspora təşkilatları Azərbaycan dövlətinin arxasında olaraq, Azərbaycanın güclü ordusunu bilərək, Azərbaycan dövlətinin prezidentinə dəstək olaraq vətənimizi, torpağımızı ermənilərdən işğaldan azad etməyə çağırırıq. Ki, ey mənfur düşmənlər, bizi də qətl edir, bizə də güllələri sığın. Siz bizi İbrahimovlar əmələ gəlir, bizdə mübariz İbrahimovlar meydana gəlir. Qadın qətl olmasını bilir və bu istiqamətdə biz bütün fəaliyyətimizi davam etdirəcək ki, dünya dövlətləri Ermənistanı müdafiə etməkdən çəkilsin. ATƏT papağını qoysun, qabağına fikirləşsin. Birləşmiş Millətlər Təşkilatı çıxartdığı 4 qətnaməni icra etsin. İcra etmeyen halda biz öz hüququmuzu uğrunda torpaqlarımızın azad etmesine ayağa kalkacağız ve silaha sarılacağız. Profesör Azər Kərimov. Her vaxtınız xeyir olsun əziz cemaatimiz. Ben uzun müddətli Avropada yaşayıram. Demək olar ki, biz de öz seyahatimizde həmişə gündəlik həyatımızda milletimizin, vətənimizin, torpağımızın, xalqımızın ağrısının, acısını, faciələrini duyuruq və sizinlə demək olar ki, bu faciələri biz bölüşürük. Sözsüz ki, biz yarımçıq qalmış bir talihin anılma mərasiminə evladımız Farizin düşmən gülləsindən dünyasını dəyişən gəncimizin mərasiminə toplaşmışıq. Bir halda heç bir şəkildə biz bu talilərə bigana qala bilmərik. Bizim duyuruksa vətənimizin müxtəlif bölgelerinde düşmənlə üzrə dayanmış bu qala bilərik. Mən çox böyük qürur hissiyle deyə bilərəm ki, mən Qarabağ torpağında oxumuşam, boya başa çatmışam. Qarabağ torpağında əsrin əvvəllərində Laçınlı Qəhrəman Sultan Bəyin dəvətinlə mənim babam Bəşəd Qasım Hacı Kərimoğlu gəlmiş, Qərbətdə, Əskəranda, Malbəylidə, döyüşlərdə Avrupa məkanında Avrupa'nın qədim mətnə çatdırılması, kütləvi məlumat vasitələrinin nümayəndələrindən ibarət, təmsilçilərindən ibarət böyük bir nümayəndəliyi, bu vəhşiliyinin nəticələrini biz dünya ictimaiyyətinə çatdırmalıyıq və bu istiqamətlər ki, yadıma düşür 1992-ci ildə torpağımızın bütövlüyünü, vətənimizin sərhədlərinin pozulmamasını benim kardeşim Yasif Kərimov 92-ci ildə Tərtər bölgesinde Drambön operasiyası əməliyyatını demirlər ki, başdaşına belə bir satır ben yazmışam. Ölüm necə kıydı cavan canına torpaq güdən səni. Ruhu şad olsun bizim balaca Farizimizin o qəhrəmanlıq nümunəsi gösterdi. Talih onu şəhidlik zirvəsinə yüksəltdi. Dediği kimi bu bilsinler ki bu haksızlıklar, bu vəhşiliklər, insanlığa sığmayan bu əsl soykırım meğer bu değil mi? Soykırımın daha hansı forması mümkündür? Siz emin olun,
Biz Fariz balamızın, Azərbaycanın, vətənimizin daşı olan vətəndaşının qanını biz yerdə qoymayacağıq. Qoy bizim mənfur düşmənlərimiz bu barədə əmin olsunlar. Avropanı, Birləşmiş Millətlərlə təşkilatını, dünyanın nüfuzlu bütün təşkilatlarını bir ayağa qaldıracağıq. Siz inanın, dünyanın müxtəlif məkanına səpələnmiş Azərbaycanlıların həmrəy olmağı, vətənimizə, torpağımıza onun ağır günlərində qayğı göstərməyi, bir bayraq altında həmrəy olmağı, milli mənsubiyyəti qürur mənbəyi olan Azərbaycan xalqı kimi bir xalqın evlatları olmaq, həmrəy olmaq bu istiqamətdə çox gözəl hal-hazırda işlər görülür və qanunu yerdə qoymayacaq. Bizim bəyanatımız olacaqdır, bəyanatı kökəndirilməsi. Biz bundan əvvəl başlayaraq kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürülmüş ermənilər Böyük Ermənistan furyasını reallaşdırmaq məqsədi ilə Azərbaycan ərazilərində zaman-zaman terror aktları törətmişlər. Öz dədə-baba yurtlarında etnik təmizləmə və soyqırım siyasətinə məruz qalan yüz minlərlə Azərbaycan türkləri erməni daşnaqları tərəfindən kütləvi surətdə qətillərə məruz qalmış və yaşadıkları ərazilərdən deportasiya olunmuşdur. Bütün Ermənistan Azərbaycana qarşı təcavüzü ilə bağlı, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnam... Şöyle tabi durum orada. Türk bayrağı bizim bayraq. Asın ora. Farizə ruhu xatırında Fariz şəhiddir. Balaca uşaq da olsa da belə döyüşdü ki, şəhid olma. Yaxınlaşın buraya. Ay sağ ol. Bax elə bir şey oldu. Bax gözəl. Bax gözəl. Şöyle çık. Aksiya dağılmamış aksiyanın fonunda çəkək. Aksiya 7 Məqsəd haqqında məlumat verin. Aksiyanın əsas məqsədi Beynəlxalq Diaspora Mərkəzinin İtaliyadan, Rusiyadan və Avropadan gəlmiş nümayəndələrini biz bura gətirməklə mərkəzinin və diaspora təşkilatlarımızın vasitəsilə məlumatlandırmaq və ATƏT-in ikili standartlarından yanaşma məsələsini ortaya qoymaq. Fariz Bədəlovun qatili birbaşa Sarkisyandır və onun havadarlarıdır. Bu yaxınlarda Azərbaycanın ərazisində inşası nəzərdə tutulan və açılmasını diqqətlə izlədiyimiz aeroportun açılmasına, hava limanının açılmasına etirazımızı bildirmək və ümumiyyətlə Azərbaycanın torpaqlarının işğalda qalmasına birmənalı şəkildə etirazımızı bildirərək artıq müharibənin başlanması və torpaqlarının işğaldan azad olması çağırışını etməkdir. Siz bilir ki, Azərbaycan diasporası artıq güclənibdir, formalaşıbdır. Azərbaycan diasporası dünyanın bütün mütərəqqi dövlətlərində öz gücünü göstərməyə başlayıbdır və biz də bura gəlməkdə məqsədimiz bir daha da həm Azərbaycan ictimaiyyətini və həm dünya ictimaiyyətini, əsas da dünya ictimaiyyətini bu şəhid balamızın 9 yaşlı Farizin qətli ilə bağlı cinayətkarların tutulması və ümumiyyətlə Ermənistan dövlətinin, Ermənistan hakimiyyətinin aqressiv münasibətini, Azərbaycan torpaqlarını işğalda saxlamasını, onların ağına bozuna baxmadan, əlində silah olmasına baxmayaraq ümumiyyətlə insan qatilləri olmasını çatdırmaqdır. Və bu məsələdən biz təbii ki, dünya ictimaiyyətini məlumatlandırmalıyıq ki, gələcəkdə torpağımızı işğaldan azad edəndə dünya bizim üzərimizə qalxmasın. Ona görə ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır. O qətnamə icra olunmur və biz dünyadan tələb edirik ki, o qətnamələrin icrasını etsinlər. Əks təqdirdə biz torpaqlarımızın işğaldan azad etməsini öz hüququnu üzərimizə saxlayırıq. Azərbaycanın güclü ordusu var, Azərbaycanın demokratik bir dövlətdir, Azərbaycanın güclü prezidenti var və mən hesab edirəm ki, artıq vaxtı çatıbdır. Prezident döyüş əmrini, hücum əmrini verməlidir və biz də diasporçular olaraq bütün dünyada fəaliyyət göstərən Azərbaycanlıları torpağımızın işğaldan azad olmasına yönəltməyə gücümüz və imkanımız vardır. Siz nənəsiniz? Anamız. Siz anasınızsa. Mən sizi televizorda gördüm və biz diaspora olaraq bütün dünyada fəaliyyət göstərən diasporaçılar adından gəlmişik sizə ki, Fariz ölməklə, Fariz şəhid olmaqla bütün Azərbaycanlıların, bütün Azərbaycan kişilərinin, Azərbaycan uşaqlarının üzərində bir qeyrət simvolu çaldı. Bütün hamı sizin bu dəqiqə qardaşımızdır, bütün hamı sizin bu dəqiqə oğlumuzdur, sizin hamı bu dəqiqə elə bir ki, əmimizdir, dayımızdır. Və bu Azərbaycan bayrağı necə ki dalğalanır,
var, Azərbaycanın dəyanətli prezidenti var. Torpaqlarımız işğaldan azad edilir. Dövlət rəhbərlərindən xahiş edəcəyik ki, Farizin xatirəsi olsun. Fariz şəhid olmaqla bütün Azərbaycanlılar, mənim qatilim məlumdur Sarkisyan və onun tərəfdarları qeyrətimiz, kişiliyimiz olsun, qalxın ayağa, torpağı işğal. Hüzurumuzu qəbul eləyin. Bizi də qəbul etdiyinizə görə təşəkkürümüzü bildiririk və üzr